Deməli, Trendyolun noyabr endirimlərindən yararlanaraq bir neçə məhsul sifariş etmişəm. İstəyirəm birlikdə açaq, sizinlə də bölüşüm. Deməli, bu nədir? Bu vitamindir. Həm özüm üçün sifariş etmişəm, həm də uşaqlarım üçün. Deməli, bu vitamin sol qarındır. Vitamin D3. İçərisində 100 ədəd var. Artıq dedim ki, alım, istifadəyə başlayın. Belə. Belə kapsulalarda. Ümid edirəm xeyrin görərəm. Bu isə uşaqlar üçündür. Həm balıq yağıdır, həm də vitamin D-dir. Portakal və limon aromalı. İçərisində 30 ədəd var. Belə. Deməli, bu isə kəmərdir. Bu arada bunların qiymətini demədim. Yadımdan çıxdı. Bunun qiymətini yerləşdirəcəm. Bunun 120 ədədlisi bizdə, yəni Azərbaycanda baxdım qiymətinə 60 manat idi. Bu isə 35 manat idi. İkisinə bir yerdə 35 manat xərclədim. Deməli, bunlar da belə kəmərdir. Mən ümumiyyətlə kəmərim yox. Almaq istədim, yəni istifadə olmaqdan. İkili idi. Üçlü deyil, ikili. Hə, yadıma düşdü. Belə, biri qəhvəyi rəngdə, biri qara rəngdə. Genişliyi də belə normal. Tam istədiyim kimidir, çox qəşəngdir. Bunların da ikisinə 8 manat. Hamısını yerləşdirəcəm. Bu isə gözaltı yox. Bu tonal kremdir. Bunu çox görürdüm. Sınamaq istədim. Ümid edirəm rəngi düşər. Paputu seçmişəm. Belə. Su kimidir, bayağı durudur. Yoxlayıb bölüşəcəm sizlə. Çox vurdum. Rəngi də açıqdır məncə. Yoxlayarıq. Əslində görək nəsə qoyublar. Yox. Canımız sağ olsun. Bunu 15 manat aldım endirimdən. Bunun zaten qiyməti çox o qədər də baha deyildi. 19 manat idi. Mən endirimdən 15 aldım. Biraz hozu kimi açmış ola bilərəm. Bununla bunu siləyək. Ziyan oldu, amma oluyor. NYX'in konserveridir. Bunu da çox tərifləyirdilər. Son zamanlarda keşfetimdən düşmürdü, belə deyək. Çıxmırdı. Yoxlamaq istədim bunu da. Konserverim və tonal kremim tamamilə bitib. Axırıncı dəfə Mişanı almışdım. Mişanın tonal kremi